Sabahınız xeyir qızlar, kanalıma hamınız xoş gəlmisiniz. Makyaj edirəm, bir-iki dənə video çəkməliyəm Instagram üçün. Bu arada mən bu Wet n Wild'in tonal kremini istifadə edəndə həm YouTube'da, shortslarda, həm də Instagramda məndən çox soruşulur. Daha doğrusu videonu atırlar və bildirirlər ki, burada üzünüzdə hansı tonal krem var. Və bir dənə izləyicim yazmışdı ki, zəhmət olmasa o tonal kremi istifadə edəndə video çəkin. Mən də bunu sizin üçün çəkirəm qızlar. Baxın, Wet n Wild'in məndəki rəngi Golden Beach rəngidir. Mən mat olan növünü götürməmişəm. Həm parlaq, həm mat var. Onu özünüz siz necə sevirsiniz, sizə xoşunuza gəlirsə o formada seçirsiniz. Və mən bunun örtücülüyünü çox bəyənirəm. Gündəliyə düşünürəm ki, uyğundur. Biraz pərdəni açdım, dedim bəlkə işıqda daha yaxşı düşər. Fırça olaraq Nasiyanın bu Tanani fırçasını istifadə edirəm qızlar. O qədər rahatdır ki, məsələn bu hissədən keçəndə baxın belə bu formada mənə çox rahat gəlir. Fırçadan sonra süngərlə üstündən də keçirəm. Esklamın məndə belə bir konturu var və mən bunu demək olar ki, bitirmişəm. Baxın, bu qədər qalıb. O qədər sevirəm ki, soyuq alt tonlarında bir konturdur və mən bunu Trendyoldan almışdım. Çox gözəl, mən bununla üz konturluyuram. Rəngi də çox gözəldir. İçində qırmızılıq yoxdur, ona görə çox bəyənirəm. Gərək gedim bunu özümə yeni alım. Bunun bir tərəfi bu formada konturdur. Diğer tərəfi isə belə korrektordur. Gördüyünüz kimi heç istifadə eləməmişəm. Çünki mən düşünürəm ki, bu hissə mənə lazım deyil. Mənə qızlar dünənləri elə gözəl bir dənə hədiyyə gəlib ki, bu arada. Sizə birazdan onu göstərəcəm. Kiçik bir biznesdir və mənim izləyicimdir. Çox sağ olsun ki, 8 Mart'a görə mənə hədiyyə göndərib. Amma çox əziyyət çəkib də həqiqətən. Onu da mən sizə mütləq göstərəcəm. Biraz kameranı dəyişdim. Bəlkə belə daha yaxşı olar. Bu aralar qaşlarımda da Esklam istifadə edirəm və çox bəyənirəm bu arada. Bu arada highlighter istifadə etməmişəm. Üzümün parlaqlığına baxın. Bir neçə gündür cilt baxımı heç eksiltmədən istifadə edirəm. Ona görə də o saat, yəni təsirini göstər. Qaşıma bundan istifadə edirəm. Bir dənə təzə belə yadınızdadırsa Rivalme'nin pudrasını almışdım. İndi də bu videoda sizinlə bunu yoxlayaq. Bu formada 4 rəngi var. Yaşıl, sarı, çəhrayı və ağ. Qapağı var. Bu açılır. Baxın, bu formada tam da görünmür. Hər rəngdən qarışıq düşür. Bunu belə götürəcəm və göz altlarıma sabitləyəcəm. Bir gün qalsın, görüm oksidləşmə olacaqmı? Gün sonu sizə fikrimi bildirərəm. İndi isə highlighter vururam. Bu adsız, sansız keçiddən aldığım highlighter, amma effektini çox bəyənirəm. Belə görünür makyajım və saçım. İndi isə videomu çəkəcəm. Sizə dediyim bu hədiyyənin gözəlliyinə baxın. Görün necə şirindir. Hələ qablaşdırılmasının gözəlliyinə baxın. Həqiqətən də, yəni kiçik bir biznes olmaqlarına baxmayaraq çox gözəl bir özəllə hazırlanmış bir sifarişdir və istəyirəm ki, sizinlə birlikdə açaq. Əziz Ənbər xanım, zərifliyiniz və gücünüz bu qoxu kimi yadda qalan olsun. 8 Mart bayramınız mübarək. Çox təşəkkür edirəm bu incə düşüncəniz üçün. Mən biznesin sahibi xanımla danışdım və bu ətirlərin hər biri orijinaldır. Only You markasının ətirləridir. Bunlar çox şirindir, çünki markaların bənzərlərini belə bu formada yaradıblar. Baxın, sonra bu formada. Görün necə şık durur da. Yəni, əgər mini ətir kolleksiyanızı, heç mini də deyil, yəni 30 millidir, sadəcə ətir kolleksiyanızı yaratmaq istəyirsinizsə, belə ətirlər ala bilərsiniz. Məsələn, Skandalın eyni qablaşdırılması tərzində eləyiblər. Çox gözəldir, çox şıqdır həqiqətən. Məsələn, Miss Dior'a bənzədiblər. Deyərdim ki, bu qiymətə çox gözəl bir qablaşdırılmaları var. Bu arada burada 10 ədəd ətir var. 10 ədəd ətir hal-hazırda 8 Mart'a görə 55 manata düşüb. 65 manatdan 55 manata endirimə düşüb. Mənim adımdan gedən izləyicilərə isə 10% endirim edəcək. Hətta ona görə də bu endirimi qaçırmayın. Hədiyyə seçimi olaraq çox gözəldir. Əgər ətrafınızda ətirləri çox sevən bir xanım varsa, 8 Mart'a elə adi gündə özünüzə də ala biləcəyiniz çox gözəl ətir kolleksiyası ola bilər. Çünki 10 ədədinin qiyməti həqiqətən də su qiymətinədir. Plus da 10% də endirim olunacaq mənim adımdan getsəniz. Mənim ən sevdiyim ətir budur. Çox gözəl iyisi var. Olaraq da bunu açıram. Mən sizə sadəcə bunların həm qablaşdırılmasının gözəlliyini göstərmək istəyirəm, həm də ki, bunlar görün necə də markaların oxşarıdır. Və baxın, bu formada qablaşdırılması var. Hələ mən burada ikisini
açmamışam. 10 ədəd duxu sadəcə 55 manata plus 10% endirimlə. Xanımın səhifəsini aşağıda açıqlamada qeyd eləyəcəm. Oradan keçid edib sifarişinizi verə bilərsiniz. Bir də sağ olsunlar, Adeli də unutmayıblar. Çox şirin, bu formada bir qablaşdırılmada hədiyyə göndəriblər Adilədə. Onu da birlikdə sizinlə açmaq istəyirəm. Belə, içini də belə göstərim. Deməli, içərisindən, ay Allah, necə şirindir bu. İçərisindən belə gilaslı bir broşka çıxır. Adelin saçı uzanan kimi bunları onun saçına taxmaq üçün səbirsizlənirəm. Və bir ədəd də Adel üçün belə ətir çıxır içərisindən. Çox şirindir. Həqiqətən də hədiyyəniz üçün çox sağ olun. İnşallah bol-bol müştəriniz olar, uğurlarınız daim olsun. Hədiyyələriniz üçün də ayrıca çox təşəkkür edirəm. Gəldim kuxnaya. Adel yuxudan durdu. Mən də çəkilişlərimi elədim. İndi Adeli istəyirəm ki, kaşa hazırlayam. Bu arada bayaqlar video çəkirdim. O qədər moralim bozulmuşdu ki, bir-iki dəfə videonu çəkdim, amma bəyənmədim deyə sildim. Ondan sonra biraz dərin nəfəs aldım. Dedim ki, çəkəcəksən, başaracaqsan. Çünki istədiyim səmimiyyəti ötürə bilməyəndə və o videonu bəyənmədimsə paylaşa bilmirəm ümumiyyətlə. Ona görə də 2 dəfə, yəni düşünün ki, 2 saat vaxtım getdi də. Amma yenə də o videonu sildim, təzədən çəkdim. Instagrama yükləyəcəm inşallah. Ki, qəşəng də izlənməsi olar, bəyənərsiniz, sevərsiniz inşallah. İndi gələk, Adel durub, ona yemək verməliyəm. Ona görə də bir gerkules hazırlayacağım, yəni kaşa. Deməli, özüm isə orucam bu arada qızlar. Adeli yemək yedizdirərkən biraz çətinlik çəkirəm. Çünki dadına baxmaq istəyirəm, baxa bilmirəm. 2 qaşıq manna, 1 stəkan isə süd əlavə edirəm. Biraz da süd əlavə edirəm. Qızlar, bir də biz burada ayaqqabı rəfimiz vardı, yadınızdasa ikinci əl olaraq qoymuşduq. Mən onu dünənləri satdım. İsə buranın enli çox balaca olduğu üçün biz bura, indi şəklini yerləşdirəcəm bura. Bu formada bir şkaf, üstündən güzgü istəyirik ki, burada yer çox azdır. İndi hal-hazırda çox pis görünür, ayaqqabılarımız yerdədir. Amma düşünürəm ki, şkaf gəlib üstünə güzgü, kənarda şəklini qoyacağım. Təxmini sizdə bir fikir yaransın ki, necə bir şey istəyirəm. Bunu belə bir yığdırmaq istəyirəm. Bu evdəykən çıxdım, gəldim mağazaya. Həm bayram üçün bir şeylər alacağım, həm də marketdən alacaqlarım var. Marketin yanında belə manatlıq bir dükan var. Mən buranı çox sevirəm. Burada hər şey tapmaq olur. Keçən dəfə də gəlib görmüşdüm ki, burada Novruza aid bəzək əşyaları var və demişdim ki, gələcəm bayram öncəsi buradan alış-veriş edəcəm. Gəlmişkən də sizi də özümlə gətirdim. Burada belə gözəl xonçalar var. Mən də çərəz yığmaq üçün bir xonça almaq istəyirəm. Bilmirəm, yadınızdadırsa keçən il xonçamı bərabər etmişdik. Amma bu il istəyirəm ki, hazır alaq. Baxın, bunu çox bəyəndim. Buta formasındadır. Belə paxlava versiyasında olanları da var. Bunlardan birini götürdüm, evdə sizə onu göstərəcəm. Sonra belə şamlar vardı. Bunun biri 1 manat idi. Həm belə böyüyü, həm də balacası var idi. Bundan 2 ədəd yox, 1 ədəd götürəcəm. Sonra gül almaq istədim. Sonra yadıma düşdü ki, evdə mənim güllərim var. Onlarla bəziyə bilərəm. Amma bu papatyalar da çox gözəl görünür. Qızlar, mən hələ də güzgümün önü üçün bir xalça tapa bilməmişdim burada. Amma artıq Temudan sifariş vermişəm. Bunun qiyməti 20 manat idi və olduqca böyük idi. Sadəcə mənim istədiyim dizaynda olmadığı üçün bunu götürmədim. Özümə nə vaxtdan da tərəzi almaq istəyirəm, amma Temuda qiymətləri qarşılaşdıracağam. Bu tərəzi 13 manat idi. Bir-birindən fərqli növbə-növ həm orqanayzerlər, həm də burada çayniklər də var idi. Bu mənim üydənimdəndir. Baxın, burada qiyməti 11 manatdır. Mən burada gerkules olsun, fərqli şeyləri, kofeni falan bu aparatda üydürəm. Və burada belə gəzərkən birdən gözümə bu şokolad qabığı dəydi. Çox gözəldir. Qiyməti 7 manatdır. İstəyirəm ki, bundan da bir ədəd götürüm. Nə deyirsiniz? Sizcə necə görünür? Nə aldığımı sizə evdə göstərəcəm. Yol kənarında belə səməni gördüm. Bunlardan da götürmək istəyirəm. Ondan sonra isə gedək marketə. Marketdə o qədər adam var idi ki, orada bir şey çəkə bilmədim. Ona görə də aldıqlarımı gedib evdə baxarıq. Nələr almışam. Nədir onlar bizim? Adel açıb artıq, ona görə də belə göstərə bilərəm. Deməli, burada belə suvenirlər aldım. Nənəmiz, keçəlimiz və kosamız. Bu keçəl və kosa 1.50 idi. Gördüyünüz kimi bu biraz iridir. Amma nənə biraz balaca olduğu üçün bu 1 manat idi. Belə bir şam götürdüm. Bu da 1 manat idi. Bu xalçanın özü də 1 manat idi və çox gözəldir. Desənləri də vardı. Sadəcə bizim divan mavi rəngdə olduğu üçün mən ona uyğun götürdüm. Sonra belə yumurtalar götürdüm. Hansı ki, baxın, belə bir dənə qab götürmüşəm. Quta formalı
Çox gözəldir. Gəlin açaq baxaq. Baxın, indi belə açdım. Kənarları o qədər gözəl görünür ki, belə bu formada. Alt hissələrinə də baxdım ki, qəşəng olsun. Və belə düşündüm ki, bu yumurtaları hələlik bəzək üçün belə qoyaram. Çünki bir hissəsinə qoz, fındıq, çərəzlər falan. Amma ki, bayram günü yumurta eləyəcəm toqquşdurmaq üçün. Onun üçün də belə naklenkalarını da aldım. Bu tərəfi də belə başqa cürdür. Bunların bir dənəsi 10 qəpik idi. Bunlar sırf Novruza aid olanlar idi. Şirin görünür. Bunu da içini dolduracağıq bərabər. Bir də burada bunu aldım. Mən bundan çox istifadə edirəm. Hansı ki, bir ədədli belə yeməklər qalanda ağzına keçirmək üçün. Keçən dəfə səbuy almışdı, amma o qazan üçün idi. Çox böyük idi. Bu dəfə də girmişkən belə bundan götürdüm. Adelin şkafı son zamanlar gözümə çox qarışıq deyil. Corablarını, belə baş rezinlərini qoymaq üçün də 2 dənə belə orqanayzer aldım. Açımını da sizə göstərim indi. Bunun da bir dənəsi 1 manat idi. Baxın, belə görünür. 2 ədəd belə orqanayzer götürdüm ki, içinə qəşəng belə corablarını yığa bilim. Həm də şkafın içi o qədərdir, həm dağılmasın, həm də səliqəli görsün. Bunun rəngləri də var idi. Sadəcə mən belə sadə rənglər götürdüm. Bunlardan da 2 dənə və bir dənə də belə pambıq disk götürdüm. İndi isə marketdən nələr almışam onlara baxaq. 1-2 dənə çərəz aldım evdə olmayanları. Arxadan Adelin səsi gələ bilər, ona görə üzrlü sayın. Bir ədəd belə noğul götürdüm. Mən noğul çox sevirəm. Araqüstü noğuldan ötürü də ürəyim gedir. Ona görə də bir paçka noğul götürdüm. Bunun qiyməti 2 manat 19 qəpik idi. Ondan sonra mən kakos çox sevirəm. Bu şokoladı da təzə gördüm bazar storda. Ona görə də 1-2 ədəd aldım ki, alım sınayım. Bu qədərini 2 manat 90 qəpik ödədim. Sonra isə biraz da badam götürdüm. Bunun bu qədərini isə 1 manat 34 qəpik ödədim. Marketə getmişkən də Adelin ən sevdiyi meyvələrdən olan kivini aldım ki, biraz üzü gülsün. Adel kivini dəhşət çox sevir. Mən heç sevmirəm. Səbuy məsələn sevir. Adel də çox sevir. Ona görə də ona kivi götürdüm. Daha gələn kimi bir ədədini də yeyib. 4 ədəd kivi isə 1 manat 90 qəpik edib. Ümumilikdə market alış-verişim 8 manat 35 qəpik tutdu. Mağazada sizə göstərdiyim qənddanı və bir ədəd də belə suvenir götürdüm. Gəlin qənddana birlikdə baxaq. Buna da çox şokolad yığmağı nəzərdə tuturam. Amma niyə belə düşünüblər? Balaca bir şokolad qabına bu boyda korobka nəyə lazımdır? Həm çox yer tutur, həm də ki daşımaq biraz çətin idi. Amma qırılmasın deyə belə gətirmək məcburiyyətində qaldım. Bunu isə yaxşıca yuyacağam və birlikdə süfrəni quracağıq. Görüntüsü isə bu formadadır. Mən çox bəyəndim. Bir də mən evdə tez-tez üzəri yandırmağı çox sevirəm. Bu adət-ənənəni ümumiyyətlə çox sevirəm. İyisini də çox sevirəm üzərliyin. Amma üzərliyi həmişə qazanlarımda istifadə edirdim. Bu zamanda qazanım yanırdı, tavada daha doğrusu. Ona görə də belə bir üzərlik qabı da aldırdım ki, yandırarkən mənə rahat olsun. Qiymətdə 1 manat 50 qəpik idi. Sonra belə kartoşka doğrayan aldım. Bəzən belə kartoşkalar fərqli, ümumiyyətlə tərəvəzləri fərqli doğramaq istəyəndə belə alətlər adama kömək olur. Qəşəng dizayn verir. Ona görə də bir ədəd bundan götürdüm. Qiymətdə 1 manat idi. Və son olaraq Novruz bayramının olmazsa olmazı bir ədəd səməni aldım. Bu səməninin sırf üstündə gülləri var idi deyə 1 manat 50 qəpik ödədim. Amma yenə də çox gözəl idi. Bilmirəm, heç səmənlərin qiyməti neçə olur. Yəni ilk gördüyüm yerdən belə bir səməni götürdüm. Biz həmişə balaca olanda Novruz bayramlarında mənim xalam səməni əkirdi və səməniyə necə qulluq etmək lazımdır, neçə gündən bir su vermək lazımdır. Bunların hər birini bizə öyrədirdi. Ona görə də səməni görəndə xalam yadıma düşür. İndi də qızlar çərəz qabımı açacağam və birlikdə içini dolduraq. Bu arada mən bu videonu çəkəndə ot çərşənbəsi idi. Sizin də bayramınızı təbrik edirəm. Ola bilər ki, mən bu videonu paylaşanda artıq ot çərşənbəsi bitmiş olacaq, amma yenə də çərşənbəniz mübarək. Süfrəniz hər zaman ruzi bərəkətli olsun. Birinci təbii ki də olmazsa olmaz qoz fındıqla başlayacağam. Bunu bizə anam almışdı. Sağ olsun bizə gələndə. Ona görə də burada qoz fındıq bir yerdədir. Mən onu ayıracağam. Ayrı-ayrı yerləşdirəcəm. Qızlar, sizdən bir xahişim var. Əgər mənim kanalıma hələ də abunə deyilsinizsə və videolarımı bəyənirsinizsə, zəhmət olmasa kanalıma abunə olun ki, bu ilin sonuna qədər mən 100.000 takipçiyə çatmaq istəyirəm. Hədəfim budur. Mənə bu hədəfimdə dəstək olsanız çox sevinərəm. Və siz qızlar bayram üçün hazırlıq etmisinizmi? Bu arada bu suvenirlər və şamlar o qədər şirin görünür ki, siz də fikirlərinizi mütləq rəylərdə yazmağı unutmayın.
Eynilə o çərşənbəsi axşamı süfrəm belə görünürdü. Bugün o kadar iş gördüm ki, yemek pişirmeye halım kalmadığı için sağ olsun Səbuy iftara mənə belə sifariş verdi. Bibim isə, yəni Səbuyinin əmisinin yoldaşı isə bizə belə qəşəng qutab gətirmişdi. Səbuy ilə mənim payımı ayırmışdı. Buradan isə onun əllərinə sağlıq deyirəm. Çox dadlı idi. Bilənlər bilir ki, burada mən bu şkafda nə saxlayıram, bilməyənlər üçün isə indi göstərəcəm. Amma biraz qarışıqdır, indidən deyim. Bu arada əlimdə karandaşlar sıfotlamışam, onların izi hələ də qalıb. Deməli, burası sizə biraz dağınıq görünə bilər. Amma yığışdıracağam, bu heç. Deməli, 8 martda istəyirəm ki, baldızıma bir dənə boks düzəldim. Hansı ki, içində baxım məhsullarından ibarət olsun. Buna görə də bu şkafı açıram. Burada mənə markalardan gələn məhsullar var və mən də bunlardan ona hədiyyə eləmək istəyirəm. Və belə bir paket götürdüm. Belə çox gözəl görünür. Bu paketin içinə yığacağam. Buradan deməli, New Lab'ın məndə bu üzüma köpüydü və bundan 2 ədəddir. Biri budur, baxın belə ağzı açılmamış versiyasındadır. Bir dənə də burada var onun eynisindən. Bunun isə mən içinə baxmaq üçün bunun ağzını açmışdım. Ona görə görürsünüz, bu belədir. Yəni belə açılır. Yəni elə bunu açım göstərim içinə. Ki necə bir məhsuldur. Bu köpük formasında üzüma gelidir. Düşündüm ki 2 ədəddir. Birini də ona hədiyyə eləyim. Bu gördüyünüz kimi ağzı açıq olandı. Bu isə açılmamış olandı. Ona görə 1 ədəd üzüma köpüyü. Ondan sonra burada mən baxıram. Maska qoymaq istəyirəm. Belə bir mənim maskam var. Həmişə mən maskalar alıram və çox bəyənirəm. 1 ədəd maska. Sonra burada üz baxımından deyiriksə, makyajı silmək üçün belə Garnier'in məndə misellar suyu var. Amma bunun baş hissəsində mən 3 dənəsini Trendyoldan endirimdə almışdım deyə belə üstündə etiket var. Amma mən bunu çıxardacağam, təmizləyəcəm və daha gözəl formada olacaq. Bundan isə məndə artıq 1 ədəd qalıb. Özümkü biri istifadədədir. Birini bitirmişəm, birini isə burada var idi açılmamış. Ona görə də bunu da bura qoyacağam. Amma dediyim kimi bunun üst hissəsini düzəldəcəm. Ondan sonra burada baxım görün başqa nə qoymaq olar. Əslində üz baxımı deyəndə onun üzü qurudur və nəmlənməyə ehtiyacı var. Məndə də Badə Naturalın belə gül suyu var. Düşünürəm ki, üzünü gün boyu nəmləndirə bilər. Badə Naturaldan belə bir gül suyu qoyaram. Məndə belə sponjlar var idi qızlar. Bunlar da çox şirin görünür. Konsiler vurmaq üçündür. Məsələn, bunu qoya bilərəm. Bunu əslində mən elə özüm ayırmışdım, belə qoymuşdum. Amma bunu mən bu formada Temu'dan sifariş etmişdim və videoda sizə göstərmişdim, görürsünüz. Mən də bundan belə 2 dənə belə ayırdım. Sırf konsilerini vurmaq üçün 2 dənə belə şirin sponj qoya bilərəm içinə. Və bir də bilirsiniz nə qoymaq olar. Mən belə qolçaqlar almışdım. Bu həm çəhrayı, həm qara rəngini. Çəhrayı məndə hal-hazırda istifadədədir. Bunlar mənim o qədər xoşuma gəlir ki, bu yəni bir makyaj təmizləmə anında insanın əlindən o qədər tutur ki, yəni qollardan belə su axmasın deyə taxılan qolluqlardır. Bunu da bu hədiyyəmə əlavə eləmək istəyirəm. 2 ədəd də belə. Və düşünürəm ki, burada artıq işim bitdi. İstəyirəm ki, bunlar arasından birini də seçək. 1 ədəd də ətir qoyum içinə. Və qızlar, ətiri də seçdim. Bu formada ətirdir. Gəlin içində sizə göstərim bunun. Ümumiyyətlə bu ətirlərin qablaşdırılması o qədər şirin və gözəldir ki, düşünürəm ki, çox qəşəng görünür. Belə bir ətir də içinə əlavə eləyəcəm. Ümumi məhsullar qızlar belə görünür. Bir dənə bunun başlıq hissəsini düzəldəcəm. Qalanlarını isə gəlin çantaya birlikdə qoyaq. Deməli, əvvəlcə New Lab'ı qoyacağım. Bu formada. Badə Naturaldan 1 ədəd gül suyu. Garnier'in misellar suyu. 1 ədəd ətir. Sponj. Maska. Və qolçaqlar. Hədiyyənin içi belə görünür. Bir də qızlar, mən belə Temu'dan set halında dodaq karandaşları almışdım. Bunları mən heç açmamışam. Bunlar içərisindən də onun bəyəndiyi tonlarda bir karandaş seçəcəm indi. Və seçdim. Baxın, karandaşın markası buydu. 304 nömrə idi. Baxın, belə bir rəngi var. Hətta videoda deyərdim ki, daha tünd çıxır, amma çəhrayı tonlarda çox gözəl nude bir karandaşdır. Bunu da onun içinə belə əlavə edirəm. Və bu formada mənim boksum hazırdır.
Sizcə necə oldu? Fikirlərinizi yazarsınız rəylərdə. Mən də yeməyimi yedikdən sonra evləri yaxşıca təmizlədim. İndi isə bir dənə üzərlik yandırıram, çünki iyisinə çox sevirəm. Və sizə bir şey xatırlatmaq istəyirəm ki, qızlar, Instagramda mən yarış keçirirəm. Bunu da həm də YouTube'da shorts olaraq da sizinlə paylaşdım. 8 martda mənim də sizə kiçik də olsa bir hədiyyəm var və bu hədiyyəni qazanmaq üçün şərtlər çox sadədir və yarışı Instagramda keçirdiyim üçün zəhmət olmasa Instagramda bu qaydalara əməl etməyi unutmayın və şərtləri yaxşı oxuyun ki, qalib siz ola biləsiniz. Biz evdə Adelin əlindən divanda otura bilmirik. Gördüyünüz kimi yazdıqları üst-üstə tökürük ki, Adel divana çıxmasın. Çünki divana çıxdıqdan sonra hoppanır və ağlı kəsmir ki, düşsə yıxılıb bir yerini əzə bilər. Burada da mənə belə qəribə baxır ki, bu qadın neynir burada. Videonu isə mənə gələn belə gözəl PR boksla bağlamaq istəyirəm. Bu boksu mənə Olivia göndərib. Buradan onlara da çox təşəkkür edirəm. İçərisində çox gözəl məhsullar qoyublar. Instagramda paylaşmışdım, amma istədim ki, burada da qalsın. Çünki içindəkilərin hər biri çox gözəl idi. Ümumiyyətlə paketlənmə çox gözəl idi. Bir də Olivia artıq aksesuar satmağa başlayıb mağazalarda. Siz də qızlar videonu axıra qədər izlədiyiniz üçün çox sağ olun. Başqa videolarda görüşənədək hələlik.